Salam mənlər, hər vaxtınız xeyir olsun. Deməli, belə bir maraqlı sual var, izahını vermək istirdim. Deyir ki, ana 28 yaşında olarkən üçəm uşaqları dünyada gəlmişdir. Neçə ildən sonra ananın yaşı uşaqların yaşları cəminə bərabər olar. Bugün hal-hazırda ananın yaşı 28-dir, düzdür. Uşaqların isə yaşları cəmi neçədir? Əlbəttə, sıfırdır. Uşaqların yaşları cəmi yoxdur bu günlər. Və deyir ki, neçə il sonra, bilmir yaxı ili, x il deyə bilərik. X ildən sonra ananın yaşı neçə olacaq? 28 bu gün idi. X ildən sonra x il artacaq da üzərinə üçün x olar. Bəs uşaqların yaşları cəmi neçə olar? 3 nəfərdir. Hərəsi x il böyüsə yaşları cəmi neçə olacaq? X plus x plus x. 3 dənə x olacaq. Bərabər olacaq 3 dənə x. Bu tənliyi həll edilir. X atır digər tərəfə. 28 bərabərdir. 3x-dən x çıxanda qarı 2 də x-ə. Deməli nə olur? X bərabər 28 bölü 2. Yəni 14. Yoxlayabilir. 14 il sonra ana yaşı olacaq 28 plus 14. 42. Uşaqlar nə olacaq? 14, 14, 14. Cəmsi yenə də 42. Cavab oldu C variantı.